Bir gün gəlmişik üstörtülü bazara, Təbrizin yeməli sovqatların biləcət tanıdıq. Bura Sovqatiyə Sədaqət şüşəgərxanada. Bu da bir nümunə baslığıdır. Ay Sədaqət, neçə ildir bu işlərsiniz? Saat 1289-da mənim böyük babam Bəstəni Xoşki Təbrizdə əvvəlinlər vurub. Sənədi zadı ittihadiyyəmizdə zadımızda vardı halımız. Ondan sonra ki, Gidəçən alvasıdır, şəkər alvasıdır, badam alvasıdır ki, Təbrizin yap qədimi şiynələrdir, halvalarıdır ki, bunları çox Çillədə, bizim Mərəd şəhərsində, Şəbistlərdə, Xoyda, Mahbuda, bunları Çillə gecəsində gərək bu halvalar gərək olur. Yün necə bizim qarpızımız gərək ola, pəşməyimiz ola. O 5-6 dənə şəhər var ki, onlarda gərək bu halva da gərək ola. Təbrizin 14 qələm sovqatısı var ki, xası xodu Təbriz. Çox güzel. Lukadır, risti, bəstəni xoşqudur, risi xoşqudur, lokumdur, rahat olqumdur, Gidəçən alvasıdır, zərək alvasıdır. Əksər məvad əvvəliyyəsi özü xodu Təbrizdə təbii halətdə olur. Yəni Təbrizin Gidəçanının dadı heç şeydə yox. 5 dənə əmi yox, 5'imiz də bu işdir. Biz halva vururuq. Bir əmim luka pişirər, bir əmim ris pişirər, bir əmim bəstəni xoşqu pişirər. Özü ki gördünüz, Təbrizin sovqətləri demaqla qutaran deyil. Mən ki özüm buranın təsbihisi ilə luqalarının aşığıyam. Sizi bilmirəm, siz bizə deyin ki, haranki namıdan çox bəyənirsiniz.